Salam aleyküm əziz və hörmətli dostlar. Xoş gördük. Umarım ki, yaxşısınız. Dostlar, mən bu günləri kitabı o kitabı ki bilirsiniz oxuram, Savaş sənəti. Demişəm bunu, türkcəmiz zəifdir. Mənim türkcəm xüsusən çox zəifdir. Və ağır kitablar oxumamışam türkçədə, elmi kitablar oxumamışam, fəlsəfi kitablar oxumamışam türkçədə, həm də latin əlifba ilə. Ərəb əlifba ilə yenə də az çox biraz gözümün tanışdığı var, beynimin tanışdığı var, amma latin əlifba ilə heç tanışdığı yoxdur. Bunun üçün çox zor çəkirəm kitab oxumaqda. Bu günləri uzanmışdım və elə kitabı oxurdum ki, görüm biraz ravanlaşım heç olmasa. Gördüm ki, mən dünənləri kitabı yavaş oxuduğumdan dolayı düz düşünməmişəm və qələt, səhv məna eləmişəm. Ona görə üzr istəyirəm. Bəllidir, bu olacaqdır. Bunun üçün mən bir axtarış elədim Google-də. Görüm ki, əcəba bu kitabın və bu mütərcimin kitabının, yəni Savaş sənəti kitabının Adil adlı adamın tərcümə elədiyi, türkcəyə, latin əlifbaya tərcümə elədiyi kitabın səslisi var ya yox ki, oradan bir iş görəm. Yəni, mən bu kitabı bir səsli oxucudan ki, türkünü yaxşı oxur, ondan bir qulaq asım, müəllim kimi oxusun. Mən ona qulaq asım, bunu sürət ilə əvvələn düz örgəşim, düz oxumağın örgəşim. Gözüm adət eləsin latin əlifbada oxumağa. Gördüm ki, bu kitabı Santutsunun Savaş sənəti adlı kitabın çoxlu adamlar oxuyublar və çoxlu yerdə qoyublar. YouTube-da kafidir burası Savaş sənəti. Bu kitabı onlar yerdə qoyublar və 2-3 dənə də səslə heç olmasa mən gördüm. Bunlardan ikisini seçdim və öz Telegram səhifəmdə yaydım ikisini. Birini bu kitabı ki mən seçmişəm, oxuram, bu mütərcimin kitabın. Onu oxur, onu qoymuşam. İkincisi odur, birincisi o deyil. Ən sondakı ki qoymuşam odur. Bizim, əgər icazə buyursanız deyim, bizim mütərcimimizin adı nədir? Adil Dəmirdir bizim mütərcimimizin adı. Bu Adil Dəmir çevirən Savaş sənəti kitabının əgər mən getsəm və Telegram səhifəmə girsəm, Telegram səhifəmdə onu görsəm, bu kitabı oxuyan dostumuz kimdir? Allah can sağlığı versin. Akın Altın adında bir şəxsidir. Gözəl də səsi var. Səslərin içindən bunu da seçdim. Və bu kitabı bir saat neçə dəqiqədə oxuyub əgər diqqət eləsək, bu 2 saatdan biraz aza oxumuş olacaqdır. Mən onu mən əgər bu Google tazalıq, YouTube tazalıqda pul almaqdan ötürü 1 saat 5 dəqiqə 48 dəqiqəyə oxuyubdu. Amma o birincisi 2 saat neçə dəqiqəyə oxuyubdu. Bu mənim o sürətlə biraz oxudum özüm. 1-2 dəfə 3 səfəni sürət ilə oxudum. Mütəvəccüh oldum ki, dünənləri bunu oxuyanda yanlış tərcümə eləmişəm, yanlış demişəm. Bundan üzr istəyirəm və narahat da deyiləm. Çünki bilirəm ki, səhv eləmişəm və səhvimi düzəltməyə çalışıram. Bu mənim üçün bir inkişafdır türkünü oxumaqda. Təbii ki, dostlar, bu şeyi güzəşt eləyəcəklər mənə, güzəştləri olacaqdır. Bilirlər ki, təzə başlamışıq oxumağa və hər halda bunlar təbiidir. Yəni,
yolun mütəəssif müəllimsiz filansız. Amma bu gündən o kitabı o dostumuz ki qoydum, onun səsi ilə qulaq asacağam, onun üzü ilə oxuyacağam, ravanlaşam, rahat oxuyam, kəlmələrlə qulağım, gözlərim adət eləsin, mənim beynim Latin əlifbaya da hazır olsun. Hər halda bu dostlarımız da ki istəyərlər, mən ora qoymuşam, oradan indirə bilərlər, YouTube-dan indirə bilərlər, YouTube-da canlı qulaq asa bilərlər bu kitaba. Və sonra 1-2-3 gündən sonra yenə də elə başlaram, mən bunu oxuyaram, biraz hızlı oxuyaram, biraz filan oxuyaram. Yəni bilirsiniz dedim, əsli hədəfi nədir? Əsli hədəf budur ki, biz kitab oxuyaq, fars dilindən uzaq olaq. Bunu deyirəm, amma yenə dünən gecə fars kitabı oxurdum, çünki dünən bir məqalə gördüm, bizim dostlarımızdan biri yazmışdı və bu məqalədə 3 dənə ayrı məqalə göndərmişdi linkin, onları da baxdım, onları da oxudum. Yəni dünən gecə yatınca mən 60 səhifə kitab oxudum əslində, PDF şəklində və onların içində cəlib idi, linklər qoymuşdu dostumuz ki, ayrı mətləblər də yazılıbdı bu haqda və ya özü yazıbdı. Və mən onları bilmirəm, onları oxumalıyam. Onlarda oxumaq məcburiyyətindəyəm. Yəni, ya məsələn bir ayrı mətləb oxurdum, İsra gecə, o da şey haqqında idi, Qacar haqqında idi, əgər iştibah eləməsəm və orada 1-2 nəfərin xatirələrini qoymuşdu, onu analiz eləmişdi. Mən o analizlərə qatılmasam da onu oxumaq məcburiyyətində oldum. Hətta bir dənə molladır bu adam, Qacarlar haqqında danışır, Pəhləvinin haqqında danışır. Cavan bir molladır, bilmirəm, tapa bildim, tapa bilmədim, çalışdım, əlaqə quram. 1-2 kitab özü deyir ki, bunları download eləyibdi, qoyubdu, amma mən tapanmadım, yəni mən bilmirəm, bu biraz hər halda qocalmışıq da, sinlimiz biraz keçibdi. Bu, məsələn, mən Telegramda nə cür bir səhifəni tapım, onu bilmirəm. Məsələn, o adam deydi, adın üç mən axtardım, o adda bir şey tapanmadım. Özün axtardım, çalışdım, bir adam o adda tapdım, yazdım, görək ki, cavab versə oradan görək. Məsələn, o Kuruşun qəbri haqqında bir təhqiqat edir, molladır, amma təhqiq edir, yəni burası sevinməlidir. Cavan bir molladır, olsa 30 yaşı, 35 yaşı olar, olmaz. Təhqiq edir ki, Kuruşun kitablarda onun haqqında nə yazılıbdır. Bu, məsələn, gedibdir, bir dənə Zərtuştilərinin həm Qacar dövründə, həm Rıza Pəhləvi dövründə bir rəhbərlərinin xatirələrini oxuyubdur. Keyxosro adında. Ərbab Keyxatirat, Ərbab Keyxosro və orada bu adamın kitabına istinad eləyərək deyir ki, bu adam gedibdir, Rıza Şahın əmri ilə o dövrədə gediblər bir qəbir tapalar, bunu nisbət verələr Kuruşa və onun cərəyanını yazıb, orada molla oxuyur. Gördüm kitab cəlibdir, onu axtardım və onun yanında bir dənə, əgər səhv eləmirsəm, kitabı indirmişəm, baxsam, əgər tapsam adın yaxşı olar. Mən download bölümünə geçsəm, burada umarım ki, bu kitabı tapa biləm ki, kitabın adı nədir? Bəlkə də bunda deyil, o birisi telefondadır ki, əlan baxıram. Onda da hər halda, orada da fikrin bir Qəşqailərin liderlərindən bir kitabdır, onu deyirəm bə, yəni yadımda deyil dəqiqən kitabın adı. Yenə o molla onu mərif edir.
O daha cəlib gəldi nəzərimə. Onu tapdım online, download elədim oxumaq üçün. Oxuyuram da. Yəni istəyirəm deyəm ki, farsını niyə oxuram? Çünki bəzən biz tariximizi düşünmək üçün çəlişki olan məsələləri bir nəfər bir söz fərqli yazsa biz onu axtarıb tapmalıyıq ki, burada əsl macəra nədir? Çünki hər bir kəlmənin bir anlamı var. O bizə bir qapı açır yalanları çıxartmağa və biz o yalanları çıxartmaqdan çəkinməməliyik. Hər halda istədim deyəm ki, yəni düzü başım beləsi məşğul olur. Amma bilirsiniz, hər halda mən təsadüf eləmişəm və bu təsadüfdən dolayı həm oturmağım zor olur, həm də bunu da deyim ki, biraz özüm danışandan sonra öz səsim məni bəh yorur. Bilmirəm ki, bu təsadüfə rəbti var, yoxsa beynimdə, başım dəyib yeri beynim çalxalanıbdır. Ondandır. Hər halda beynim çalxalanmağı ki düzdür, amma əcəba ondan belə bir təsir ola bilər ya yox, bunu düşünürəm. Amma kitabın dedim, dostlar ki, istəyirlər oxusunlar, xahiş edirəm ki, oradan geçsinlər. Sonra mən bunu açıqlamalarını da öz nəzərimi deyərəm. Amma bu günləri o kitabı oxuduğum yeri bir də oxuyacağam. Biraz hızlı oxuyacağam, əgər eləyə bilsəm. Bununla belə ki, yenə də əlan yorğunluq əsası əlamətləri görünür. Umarım ki, eləyə biləm, biraz hızlı gedəm. Dünənki yerin birazını oxuyaq. Deyirdi ki, boşluq və doluluq anlayışını kəsin başarının yolu olaraq açıqlayan Huan əfəndiləri düşüncələrini şu şəkildə yansıdır. Bu boşluq və doluluq nədir? Ona görə dünən oxuduq. İndi buradan o kitabda o Huan əfəndilərinin yazdığı əsərdə ona görə bir şeylər deyib. Görək boşluq nədir, doluluq nədir? Bu bir boşluq və doluluq məsələsidir. Aslılar, mən bunu dünənləri belə dərk elədim. İndi də bu dərkə daha yaxınlaşıram ki, aslılar o adamlardılar ki, ordu üzvü deyirlər. Nizami, əgər farsça sözlə desək ki, əlbəttə nizami farsça deyil, amma desək nizamilər, bir nizamilər var, bir qeyri-nizamilər, sivillər, vətəndaşlar. Bu əlbəttə nizamilər də vətəndaşdır, buna görə sivil işlənir. Bu sivillər bir çox yerlərdə huzurlar var. O cümlədən mümkündür rəhbər ola, prezident ola, heyət dövlət ola, məclisin bir qisməti difa məsələsində işləyir, ya o birisi sivil təşkilatlar. Çünki siyasi təsmimləri sivillər tuturlar. Ordu siyasi təşkilatların, yəni sivillərin, əmirlərin icra edir. Əlbəttə ordu özü də bu məsələlərdə dəxildir. Çünki profesional bir məsələdir. İndi burada o siyasi adamlar ki, ordu üzvü deyirlər, dərəcələri yoxdur. Onlara astılar deyir, üstlər deyir və dərəcəlilərə, yəni onlar ki, orduda olurlar, onlara da şey deyir, astılar və üstlər. Astılar olur şəxsi adamlar, üstlər olur dərəcədarlar. Bunu burada bir dəfə də deyim ki, iştibah elədim. Astılar şəxsi adamlardılar, əmniyyəti, siyasi, savaş, sülh məsələlərində dixalət edənlərdilər və üstlər də ən üst düzey kumandanlardılar, ordu adamlardılar. İndi davam verək. Aslar ilə üstlər arasında ayrılıq varsa, əgər aslar ilə üstlər, o siyasi adamlarla ərteşin adamları arasında ayrılıq varsa, bir, komutanlar və subaylar bir-birlərinə etki etmiyorsa, əgər kumandanlar fərmandehlər, nizami fərmandehlər və subaylar, yəni dərəcədarlar, aşağı dərəcədarlar bir-birinə etki, əsər etmiyorsa, bir-birlərinə təsir qoymurlarsa, birliklərdə tatminsizlik
oluşmuşsa, əgər ordu birliklər olur, deyək padiqanlar, beləsi deyək. Birliklər olur, ləşkər, tip, qurdan, qurhan. Bunlar mənim nəzərimə gələn olacaqdır ki, bizim İranda adət elədiyimiz şeylər bunlardır. Bunlarda deyir ki, əgər birliklərdə tətminlik dedikcə tatminlik deyir, ya tatminsizlik, dəlil gətirmək, burhan gətirmək oluşmuşsa, deyir ki, məcbur olsan buna dəlil gətirəsən, buna boşluq deyərlər. Boşluq bəs nə oldu? Bunların arasında ayrılıq var. Hər yerdəki ayrılıq vardır və hər yerdəki dəlil istir Niru səndən, orada bir boşluq var. İndi, sivil yönetim, görün düz gedir, düz oxuram yoxsa, yox, subayla, düzdür, düz oxumuşuq buradan. İndi ki, buna boşluq denir, tamam. Sivil yönetim akıllı, əskeri yönetim iyi, astılar ilə üstlər tək bir düşüncədə istek və enerjini birləşdirmişlərsə buna doluluq deyirlər. Deyir, əgər indi bunları deyir ki, əgər sivil yönetim, yəni onlar ki, yuxarı dərəcədə deyil, amma yuxarı səviyyədə dixalət edirlər, təsmin tuturlar, onlar sivil yönetim akıllı olsa, əskeri yönetim iyi olsa, ordu da iyi müdiriyyəti olsa, aslılar ilə üstlər, dedik, yuxarı təsmin tutanlar və ordudakı yuxarı dərəcəli adamlar tək bir düşüncədə olsalar, yəni bir düşüncələri olsa bunların, elə bir adamdılar, istək və enerjiləri də birləşmişsə, bunların istəkləri və enerjiləri də bir olmuşsa, buna doluluq deyərlər. Yəni, o yerdə ki, birlik var, ona doluluq, o yerdə ki, ittihad, fikir, enerji və düşüncə birliği yoxdur və aşağı səviyyə, üst səviyyədən dəlil istir, buna boşluq deyirlər. İndi, keçirik ikinci paragrafına bunun sözlərin. Birincilik, becərikli lider kimdir? İndi burada gəlir deyir ki, bir becərikli lider var, bir də becəriksiz. Biz buna bacarıq deyirik türkçədə. Bizim Azərbaycanda bacarıqlı, bacarıqsız. Burada becərikli deyirlər. Görürsünüz ki, təqribən sözlər birdir. Becərikli lider halkını enerji ilə bəsləyərək. Bəs birinci şərti budur ki, becərikli lider, yəni rəhbər ya fərmandeh, xalqını neynər? Enerji ilə bəsləyər. Onlara enerji verər. Yəni, bəsləmək, təqviyyət eləmək, yedirtmək, doyurtmaq, beləsi deyək. Deyir ki, enerji ilə doldurar, onlara müsbət enerji verər. Tamam. Başqalarının boşluqlarını da doldura bilərkən, deyir ki, başqalarının, yəni o birisi adamların ya millətlərin boşluqlarını doldura bilmək gücü də var bu adamda. Yəni, onlara da enerji vermək gücü var. Onların da boşluqlarını. Boşluqlar nə nədir? Dedik ki, ixtilaflar ki, timlərin arasında, işləyənlərin arasında vardır. Buna boşluq dedik. Deyir, o, özünün timində ki, bunu yaradar heç, o birisi qruplarda da ki, belə təşkilatlarda ki, belə boşluqlar vardı, ixtilaflar vardı, burada aradan apara bilər. Becərikli bir lider belədir. Həm öz qrupunda bunu yaradar, enerji verər öz xalqına, həm də o birisi qrupların arasında olan boşluqlara doldura bilər. Becəriksiz kimdir? Becəriksiz lider başqalarının dolduğu önündə, başqaları dolduğu, yəni onların arasında heç ixtilaf yoxdur, beləsi deyək. Təşəddüd yoxdur, onları becəriksiz bir lider başqalarının dolduğu önündə kəndi halkının enerjini boşaltır. O da o birislərinin doluluğu önündəki onların ixtilafları yoxdur,
özünün, insanlarının enerjisini boşaldar. Müsbət enerjini oralardan alar, mənfi enerji verir. Buna bir misal vursam, baxın, Erdoğan cənablarını görürsünüz ki, dolar gedir üstə, hər gün gedir üstə. Bilirsiniz, bunu İranlılar da çox sevirlər. Hey, bunu mənfi görsəsinlər. Əlbəttə mənfidir də. Amma özlərin üçün görmürlər. Yəni, dolar hər gün İranda gedir də, neçə qat gedir üstə bəzən. Görürsünüz ki, bunun qabağında gəldi o Türkiyədə olan bütün sistemi elə elədi ki, dolar %50 yendi. Yəni oradan ki qalxmışdı, oradan yendi. Oradan %50. Hələ qabaqçı vəziyyətə yetişməyib qətvən. Yəni bir ay bundan qabaq, 2 ay bundan qabaq, 3 ay bundan qabaqçı vəziyyət deyil. Amma qalxdığı yerdən belə indirib bilibdi. Amma bu görürsünüz ki, İranda olmur. İran dünyanın müdiriyyət eləmək istəyir, amma öz içində müdiriyyət eləyə bilmir. Türkiyənin heç dünyanın müdiriyyət eləmək istəyi yoxdur, elan eləmir, amma eləyə bilir, heç olmasa öz içindəki məsələni müdiriyyət eləsin. Bu həmandır ki, enerjisini boşaldır. İndi ədalət və rifah tüm halka uluşduğunda, görüm ki, burada yetişdim, düzdür, yox. Bəli, düzdür, buradan oxuyacağım. Ədalət və rifah tüm halka uluşduğunda devlət çalışmaları ulusal krizlərə çözüm ola bildiyində görevə o pozisyona layiq olanları atdığında planlama zayıf və güclü noktaları görə bildiyində başarı qazanılır. İndi burada da deyir ki, məfhumları danışır ki, deyir ədalət və rifah. Diqqət buyurun, iki dənə sözdən, məfhumdan danışır. Ədalət nədir dostlar? Ədalət, məncə ədalət adında bir şey yoxdur. Məfhum beynəlmiləl, insanlıq içində, bir millətin içində demirəm. Hər millətin öz inancı və öz qanunu ona ədalət hesab olur. Məsələn, müsəlmanlara ədalət İslam çərçivəsində, İslam qanunları buna ədalət olur. Amma bir adam ki, İslamda ona kafir deyirlər, ona görə ədalət deyil, zülmüdür. Çünki bu öz tərəfdarlarının hüququnu qorur. Birinə kafir ki dediyin, İslam baxışından, yəni ona haqq vermirsən. Burada ədalət yoxdur, burada bərabərlik yoxdur, burada insaniyyətin mənası yoxdur. Burada bir iddə insanların ki, bir şeyə inanırlar, o inananların bir haqları var ki, inanmayanların o haqqı yoxdur. Bəs burada ədalət yoxdur. Amma o inananların içində əgər qanun, yəni o dinin usulu, qanunları hamıya bərabər icra olunsa, ona ədalət deyirlər. Amma birinə az, birinə çox, birinə həm, birinə yox qanunlar icra olsa, buna ədalət deməzlər. Bəs bu bir cəhətdən ədalət cəhanşumul deyil, bir din arasında, bir ideoloji arasında, bir məmləkətdədir. Hər məmləkətdə də zamandan zamana dəyişər ədalətin anlamı. Məsələn, dünənəcən hər kəs məvaddı müxəddir çəksəydi, onu edam edirdilər. Amma bu günləri deyirlər ki, o mərizdir. Edam eləmirlər. Yəni, nə mənə? Dünənəcən, bəs ədalətin mənası dünən bir şeydir, bu günlərdə bir şeydir. Bunun üçün ədalət deyək ki, hər millətin gücünə bağlı, inancına bağlı zaman içində, bir sabit zamanda bir qanunları hamıya emal eləmək gücüdür. Əgər emal eləmək gücü olsa, qanunu hamıya zorla ya xoşluqla hamı bu qanunu qəbul eləsə, bunun içindən rüşvət ilə, partla, pulu ilə qaça bilməsə, buna ədalət deyəcəyik. O məmləkətdə, o torpaqda, o zamanda, o məkanda. Amma əgər biri qaçırsa, biri rüşvət verirsə, biri partisi varsa, birinin filanı varsa, bəhmanı varsa, qanun onun haqqında işlənmir, müsbət ya mənfi. Qanun deyəndə qanun iki cürədir. Qanun bir mücazatı var, bir təşviqi var. Hər ikisi də qanundur. Hər ikisi də əgər qaçılırsa bunlardan mücazatdırlar. Bu ədalət deyil. İndi ikinci rifah. Rifah nədir? Ölçülü bir şey deyil yenə də.
Rifah hər camiədən o biri camiəyə mənası fərqlidir. Məsələn, rifah Amerikada bir mənası var, Kanadada bir mənası var, Suisdə bir mənası var, Almanda bir mənası var, İngilistanda bir mənası var, Rusiyada bir mənası var, Ərəb məmləkətlərdə, Kuveytdə, İmaratda, Dubeydə, Ərəbistan, Suudidə bir mənası var, İranda, Əfqanistanda, Əraqda, Pakistanda, Hindistanda da bir ayrı mənası var. Hər kəsə o siyasi sistemdən və iqtisadi gücdən alınan şeyə orada deyir ki, rifah. Yəni, özünə bir standart deyir, ona deyir rifah. O halda ki, məncə rifahın bir mənası var. O da budur. Neçə şey gəlir faktor olsun, bir rifah hesab olsun. Birincisi, iş haqqı. Yəni, hamının işi var. İkincisi, gəlirlərin çox farkı olmamaq haqqı. Yəni, bir dana döktür ayda, bir gündə ala 100 milyon, bir nəfərdə bir ildə ala 50 milyon. Bu rifah deyil, bu təbizdir. Təbizdir. Bunun geci tezi camiəni dağıdar. Toplumu dağıdar, geci tezi. Çünki bir ildə çox dövlətlənər, sərvətlənər, bir ildə çox kasıblar. Bu arada şey çıxar və bu millət dağılar. İstər istəməz. Bu üz verər. Məsələn, bir ildə sərmayədardır, fabrikası var, ticarəti var. Bir gündə bir millətin bir ayda gəlirin eləyə bilir qazansın. Bu rifah deyil, qarətdir əslində. Əslində bu qarətdir. Rifah deyil. Rifah mənim nəzərimcə, pəs birincisi adilanə, deyək ki, yəni, məsələn, döktürünlə, mühəndislə, bir dənə xaricərin gəlirinin gərək, məsələn, bir bərabər fərqi ola, çox olsa. Avropada bu da yoxdur. Bəzi İskandinavi dediyimiz məmləkətlərdə bu qədər arada fərqi yoxdur. Döktürünlə, mühəndislə, bir dənə baqqalın, bir dənə xaricərin, saxtamanda işləyən xaricərin, cuşqarın, mekanikin gəlirinin fərqi o qədər deyil. Çünki bunlar bir insandılar, bir camiədə tamami imkanatdan müsavi şey olurlar. Biri uşaqlığından başlayır işləməyə, biri də dərs oxur, sonra gəlir işləməyə. İkisi də gəlirlər işləməyə. Niyə bunların işlərində fərqi olsun? İndi mən ki, mərizdirəm, mekanikəm, ilmə həsalanam, gedirəm döktürə, döktür məriz deyil, məsələn deyək. Gedirəm döktürə. Döktür məndən bir dənə müayinəyə alır 100.000 tümən. Əcəba mən 100.000 tüməni bir gündə işləyə bilirəm ki, o 1 saatda ya 10 dəqiqədə alır. Bu rifah deyil, bu qarətdir. Birincisi pəs gəlirdir, mənim nəzərimcə, düz bölünə insanların arasında və ixtilaf, çox dərin ixtilaflara səbəb olmuyor. İkincisi, təhsilatın hamıya bir dərəcədə əl çatması. Üçüncüsü, hamının ev məsələsini həll eləməsi. Yəni, oturduğu məsələni həll eləyə bilməsi, rahatca, zor gəlməsin. Kanadada bu cür deyirlər. Deyirlər ki, sənin gəlir evin, mən indi gedirəm bir evi icarə eləyəm, kirayə eləyəm. Deyir ki, gəlirin nə qədərdir? Qanun, əgər mən görsətməsəm ki, o kirayə 3 qatıcan, kirayənin 3 qatıcan mənim gücüm var, mənə ev verməzlər. Yalan da olsa gərək görsədəm ki, mənim bu kirayə əgər 2.000 dolardır, mənim 6.000 dolar gəlirim var. O halda ki, mümkün mən 2.500 dolar, 2.000 dolar gəlirim və hətta 1.500 dolar gəlirim ola. Amma onu deyirəm, çünki, məsələn, uşaqlarım işləyəcək filan, baxma, bu evi biz verəcəyik, məsələn. Bu, düz deyil. Gərək nə ola? Hamı eləyə bilər ki, o 3 qatı ola. Çünki bir qatın verəcək yeməğa, kirayə, 2 qatın yiyəcək, dava dərmanına, mədrəsəsinə, gəlinə, gedinə və dolanmağına xərcləyəcək. Bu da ev məsələsi. Ondan sonra dava dərman məsələsidir. Dava dərman da gərək hamıya bərabər vəziyyətdə olsun. Bu da o mənim nəzərimcə rifahın anlamı. Və biz Azərbaycan, gələcək Azərbaycanda gərək bunların üzündə dövlət quraq. Yəni, rifah dediyim bu deyil ki, ədalət nədir bizə gələcəkdə? Bizə öz millətimizin beynəlmiləl və demokratik insan haqları əsasında, çərçivəsində qanunlar yazılmalı. Bu qanunlar dindən təsir almamalı.
Dinə təsir qoya bilər təbii ki. Amma dindən təsir almamalı, dini yansıtmamalıdır. Heç bir qrupa, heç bir şəxsə, heç bir məqama imtiyaz verməməlidir. Fərq eləməz ki, bu adam rəis cümhurdur, biz rəis cümhur deməyəcəyik. Biz deyəcəyik ki, bu adam millətin işçisidir. İşçisidir. Prezident bu millətin işçisidir. 4 illik istihdam eləyirlər, sən gedəcəksən orada işləyəsən. Və cavab verməyə məcburdur. Necə ki, nümayəndələr daha belə. Necə ki, ustandarlar, fərmandarlar, bəxşdarlar, şura şəhərləri, hər kəs, hamı, yəni bir dana fəhli ilə, bir dana rəis cümhurun qanunun qabağında və qanun mərkəzlərinin qabağında bir olmaqları gərək sübuta edilsin və təzmin, icrai təzmin olsun. Budur deyil ki, rəis cümhur desin, mənim gücüm var, bugün dəstur verə bilirəm, səni tutsun. Bu dəsturu verə bilməsin. Bu dəsturu verə bilməsin. Bu dəsturu qüvvə-i qəzaiyə verəcək və sistem üzrə. Bizim iqtisadımız daha belə, rifahımız daha belə olmalı. Amma rifahımız tərif olmalıdır. Bu məmləkətdə, məsələn, hər adamın gərək, hər adam işləyir, işləməyir. Gərək evi, gərək təhsilatı özünün və uşaqlarının, gərək yemək, içməyi, dava dərmanı təzmin olur. Və heç olmasa ildə bu adama bir həftə dolanmaq imkanı olar, gəzmək imkanı olar. Heç olmasa. Mən 15 gün demirəm, 20 gün də demirəm, bir ay da demirəm. Amma heç olmasa bir həftəlik hər adamın haqqı ola, bahdan pulu ola, eləyə bilər, bahdan bu pulu götürüb gedib dolana bilər. İstədiyi yerə, istədiyi ölkəyə gedib dolana bilər. İşləməyə, yəni bir həftə işləməyə, amma nigerin olmuyor ki, mənim kirayəm veriləcək, yemək içməyim veriləcək, təhsilim veriləcək, dava dərmanım veriləcək. Buna nigerin olmuyor. Rifah buna deyirəm mən. Rifah bu anlamada gəlir ki, insanlara o qədər pul verək ki, heç kəs işləməsin. Bu da deyil. İşləyən ilə işləməyənin bir fərqi olmalıdır. İşləməyən ac qalmamalı, evsiz qalmamalı, işləyən rifahlı olmalı. Təbii ki, yerək bu arada olsun. Ki, insanlar işləməyə, daha çox çalışmağa, daha çox rifaha getməyə, daha çox eləməyə üz gətirsinlər. Hər halda, ədalət və rifah tüm halka ulaşdığında, yetişdiyində, yəni hamı bunu ədalət və insanlara yetişsin. Baxın, insanlar üstündürlər, ədalət yox. İnsanlar ədalətə qatıb yetişmirlər, rifaha qatıb yetişmirlər. Rifahın səviyyəsi gərək qalxa gələ insanların səviyyəsinə. İnsanın səviyyəsi hər şeydən üstün olmalıdır. Dindən, hər şeydən üstün insanın səviyyəsi olmalıdır. Çünki insan önəm daşır. İqtisad filan, din filan önəm daşımır. İnsan önəm daşır. İnsan əslidir, o birislər fərq idilər. Din fərq idi, iqtisad fərq idi, ədalət fərq idi. İnsanın istədiyi əsasında dinin anlamı dəyişilər, iqtisadın anlamı dəyişilər, ədalətin anlamı dəyişilər. Dövlət çalışmaları, dövlətin fəaliyyəti çalışmaları ulusal krizlərə, kriz bohran, ulusal beynəlmiləl, ya bir millətin içində də ulusal ola bilər, yəni millətin tamamında. Məsələn, indi bir dana, deyək ki, Türkiyədə bir kriz gəlmişdir, dolar krizi. Bu ulusaldır, Türkiyənin içində ulusaldır. İndi bir dana korona gələndən dünyanın hər yerində bir bahalıq var. Bu da yenə ulusaldır, yəni beynəlmiləl bir krizdir. Deyir ki, dövlət çalışmaları ulusal krizlərə çözüm ola bildiyində, dövlətin çalışmaları ulusal, dedim da, milli ya beynəlmiləli bohranlarda, çətinliklərdə, krizlərdə çözüm ola bilsə, görəvə, yəni vəzifəyə, o pozisyonu, o vəzifəyə, yəni görəvə və o vəzifəyə, pozisyon mövqeyiyyətdir, işdir, məqam, mənsəb. Bu latincə sözdür. Layiq insanlar, layiq olanlar atıldığında,
Əgər layiq olan insanları o pozisyonlara işlərə qoysan, o zaman da planlama, yəni bərnamə töhmaq, bərnamə, proqram, planlama zayıf və güclü nöqtaları görə bildiyində, o zaman ki, bərnamə töhdüğün bərnamələrin güclü və zəif yerlərin, yer, bilirsiniz, məsələn, bir nöqtə cümlənin axirində qoyuruq, kiçik bir şeydir, amma o cümləni təkmil edir. Hərfin üstünə ya altına qoyuruq, onun mənasını və səsini dəyişdirir. Bu qədər nöqtə mühümdür ki, o adamların da ki, dövlət işində işlər, onları öz layiq adamları o nöqtələrdə qoysan, layiq nə deməkdir, dostlar? Din mühüm deyil. Giyiniş əlbəttə mühümdür. Çünki idarə işdə siz bir ildə insanların qabağına çıxacaqsınız. Onların qabağına qonaqlığınız gələndə əgər şık giyinirsiniz, təmiz durursunuz, iyi vermirsiniz, ətir vurursunuz, paltarınızı təmiz giyirsiniz, millətin qabağında da bu cür olacaqsınız. Necə ki, ərbabrucu gəlir idarəyə, adam dəmpayə ilə oturubdur. Sən evində qonağın gələndə dəmpayə ilə oturmursan, nə cür idarədə dəmpayə ilə dolanırsan? Sən evin qonaq gedəndə bir yerə, ya toya, ya bir məclisə, bir konsertə, sən köynəyi çıxadıb salmırsan şalvarı üstünə, dəmpayə ilə getmirsən, nə cür bir idarədə belə işdirsən? Bunun qabağı, buna deyərlər, ondan sonra təxəssüsü. Sənin təxəssüsün var, bu işdə işdirsən ya yox. Təcrübən var, işdirsən ya yox. Üçün, yaxşı danışqahdan dərs oxuyub, gəlibsən, istəyirsən ki, məsələn, müdiriyyət oxumusan. Sən əcəba müdiriyyəti azmayış, yəni yaşamısan ya yox. Yaşamaq nə demək? Yəni bu ki, 5 il, 10 il mərhələləri, idari mərhələləri bir-bir keçirdib, təcrübə eləyib gəlmirsən bu pozisyona, yoxsa elə indi istəyirsən gələrsən, oradan heç bilmirsən ki, keçəcəklərdə nə olubdur, bir müşkül gəlsə, kriz gəlsə, ona nə edəcəksən? Nümunə üçün, mən sərbaz idim, Niru intizami deyilən Niruda, logistikdə, Tehranda, Çərəcin yaxınlıqlarında xidmət edirdim. Onların o Çərəc dağında bir zağələri vardı. Bu qapısı da şeydəndir. Qoy deyək, bəlkə biri tapıldı, buranı partlatdı. İndi oranın adı nədir? Bunu dedim, yadımdan çıxdı, o kəndin adı nədir? Bir dənə o Çərəcdən o üzə bir çətdir, Çərəci geçir, oradan bir çətli yolun üstündə, sağ əlində, Təbrizə tərəf gəlində sağ əldə. Orada bir padğan var, ora zağədir, zağı mühümmatdır. Məsələn, hər fərmandeş gəlibdir, öz-özünə bir iş görübdür. Biri də ora ağac əkdirib, biri də ağacı söhdürüb, biri də ora su çəkdirib, biri də suyu söhdürübdür, su verməyiblər, qurudublar filan bəhman. Hər il orada, mən o zaman ki orada idim, onun pərvəndəsini verdilər, mən axtarım. Gördüm ki, 8 il, 9 il burada elə hər il ot tutubdur, zağı mühümmat partlar filan bəhman, Tehran, Çərəc aradan gedər deyə qayğıya düşüblər. Amma çünki heç kəsin təxəssüsü yoxdur neynəsin, heç kəs bilmir qabaqca nə olubdur. Elə öz dövrəsində gəlir bir geçici bir şey qoyur, sıxır gedir. O halda onu verdilər mənə, mən bunu keçəcəyini oxudum, filanını oxudum, gördüm ki, bu çox rahat bunu həll eləmək olar, amma adamlar istəmirlər bunu həll eləsinlər, çünki təxəssüsləri yoxdur və istəmirlər olsun. Bunun üçün insanların gərək təhsilatdan əlavə təcrübələri də olar. Elm dediyimiz şeydə təcrübədən ibarətdir, dostlar. Sadəcə dərs oxumaqdan ibarət deyil. Təcrübədən ibarətdir. Ona görə bir də elmilərə indi şey deyirlər. Hər halda deyir ki, o zaman ki, bu ittifaqlar düşə, nə ola? Rifah və ədalət millətin arasına, səviyyəsinə yetişə. Nəinki milləti gətirəsinə şayə. İranda iki istilah var. Kəfi xastə, səqfi xastə. Bir millətin işləyinin ən əşası, ən yuxarısı. İranda istəyirlər ki, milləti çəkələrə şayə, ədalətə yetirələr. Milləti çəkələrə şayə, rifaha ki, əşada özləri istəyirlər millətə versinlər, ona yetirələr. O halda ki, bu kitabda deyir ki, millət üstədir, ədalət əşadada aparacaqsın üstə. Millətə yetirəcəksən, çünki millət əsasdır. Rifah əşadadır, bu rifaha aparacaqsın üstə. Bir ikisi bu, devlət çalışanları ulusal krizlərdə çözüm bula bildikləri üçün.
rah həll tapa bildikləri, sözüm rah həllidir farsça. Görəvə və o görəvə layiq insanları işə qoyanda və ha belə planların, nəqşələrin, yol xəritələrinin, zaaf nöqtələrin və qüvvət nöqtələrin, güclü nöqtələrin görə biləndə nə olacaqdır? Başarı kəsindir, müvəffəqiyyət hətmidir. Bu dünənki iştibahlarımızı burada çalışdım düzəldə. Əskəri güclərin siyasal təməlləri ya da hər örgüt ilə ilgili sosial təməllər də Çing adlı əsərin öyrətimləri arasındadır. Ya arasında yer alır. Deyir ki, əskəri güclərin ordu, ərteş, siyasal, yəni siyasət üstündə, siyasi təməlləri, usullar ya da hər hangi bir örgüt dedik təşkilat, sazman, hangi nədir olur olsun, iş sazman olsun, siyasi sazman olsun, mədəni sazman olsun, təşkilat olur olsun, hər nə olsa, örgüt təşkilatla ilə ilgili sosial, yəni ictimai təməllər, əsaslar var ki, bunları Çing adlı əsərdə, o kitab ki, dedik yazıblar adı Çingdir, o əsərin öyrətimləri, təlimatı, o kitabın içində olan təlimatda, təlimat arasında onlara mühüm yer verilibdir. Örgütü, bu təşkilatlar indi nizami ola, qeyri-nizami ola, bunların usulları haqqında, siyasi və ictimai usulları haqqında bir böyük yer verilibdir. Deyir ki, savaş sanatında da, yəni bu kitabda ki biz oxuruq, bunda da bu konuya özəl önəm verilmiş. Bu mövzu ki dedik buna, örgütlərin qurulmasına, siyasi və ictimai onların usullarına özəl, vicə, farsça vicə, məxsus ərəbcə önəm, əhəmiyyət verilmişdir. Kitabın ilk bölümü, o kitab, yəni o dedik ki adı nədir? Çingdir kitabın adı. Bu Çing kitabının bir ilk, yəni başda gələn, ilk, yəni birinci, ilk bölümü stratejik olaraq rəqiblər, pəs bu kitabın ilk bölümü stratejik olaraq rəqiblərə ixtisas verilibdir. Bizim hər hancımızın işimizdə, təhsilatımızda, alverimizdə, yaşamımızda, evlənmağımızda, biri ilə istiruq evlənək, rəqiblərimiz var. Millət olaraq farslar, o birisi kürdlər, bəluçlar, ərəblər, ermənilər, ruslar və bunlar hamısı bizim rəqibimizdirlər. Pəs rəqiblər. Birinci bölümün rəqiblərə ixtisas vermiş. Etki dəyərlərə. Etki, dedik ki, etik dəyərlərə. Etik latincə sözdür, əxlaqi. Əxlaqi dəyərlər, ərziş-hay əxlaqi farsçan deyilir. Ərziş bəlkə farsçadır, amma əxlaq ərəbcədir. Pəs etik dəyərlər, yəni əxlaqi usullar, qaidələr. Sosial düzən, ictimai nəzmi tərtib. İctimai düzənə nədir? Yönətimin popularitetine, popularity yəni ümumiyyət, millət içində nə qədər umumdur. İranda deyirlər ki, avamçılıq mənə eləsək daha çox gələr. Deyir ki, yönətimin, müdiriyyətin avamçılıq, millət arasında nə qədər qəbul olub olmamağı, millət nə qədər ondan tərəfdardır, ya da genel əxlaq ayrılmışdır. Deyir ki, ya da ki, umumi əxlaq, genel umumi əxlaqa ayrılmışdır. Pəs bunlara bu kitabın birinci bölümü belə bir şeylərə ayrılıbdır. Nədir birinci bölümü? Rəqiblər, əxlaqi dəyərlər, sosial nəzm tərtib, müdiriyyətin millət içində qəbul, nə qədər millət tərəfdarı var o, ya da genel əxlaq
əxlaq məsələlərinə ayrılmışdı, ümumi əxlaqa ayrılmışdı. Son tutucuya görə uyğun koşullar altında küçük bir qrup böyük bir qrupa qarşı qalib gələ bilir. Son tutusunun bu kitabı yazanın fikrinə, düşüncəsinə, fəlsəfəsinə görə uyğun koşullara, koşul şərait, uyğun yəni mütənasib. Mütənasib şəraitdə, ərəbcə sözdür mütənasib, mütənasib şərait içində ya altında küçük bir qrup, bir az adam, türkçəsi belə olar. Qrup latincə sözdür. Onun yerinə küçük bir cəm, adam, bir adam yox, bir adamlar, küçük bir tedadı az, sayı az adamlar böyük bir qrupa qarşı qalib gələ bilir. Bu kitabın adını deyəcəkdir. Küçük bir az bir adam bir çox böyük bir qrupa, adamlara qalib gələ bilər, onları yıxa bilər, onları yenə bilər. Yenmək türkçənin, şikəstin türkçəsidir. Onları yenə bilər və bu koşulları da, bu koşullar nədir? O koşullara, o şərait əsasında bu şey eləyə bilər. Deyir ki, o koşullar nədir? Koşulları da ədalət, mən dedim indi ədalət nədir? Düzən, nəzm, tərtib, düzən, inzibat. Düzəndən burada inzibat desək daha yaxşıdır. Nəzm və inzibat. Dayanışma. Dayanışma bir-birindən yanında durma. Himayət, ittihad, müqavimət ilə ahlaq oluşturur. O dayanışma, bunların hamısı, yəni o nə dedi? Şəraitlər dedi, onlarla, o şəraitlər düz olsa az bir adam, çox bir adama zəfər qazanar, onları şikəst verər. Onlar nədir? Dedi ki, onlar ibarətdir. İndi bunu bir də gərək baxam. Bu koşullar ədalət, nəzm, dayanışma, yəni müqavimət və həmyari farsça desək və əxlaq. Əxlaq bunları oluşturar, bu şəraiti oluşturar, bu şəraiti o yaradar. Hangi millətin ədalət anlayışı ədalətdən daha yaxşı olsa, daha çox insanı tutsa, onlar müzəffər olar. Hangi camiənin, hangi millətin, hangi cəmin az ya çoxluğuna baxmayaraq ədalət anlayışı daha geniş olar, daha çox insanı tutar, insanlar arzu edirlər biz Amerikada olaq, Kanadada olaq. Niyə? Orada ədalət daha İrandan, daha müsəlman camiəsindən yaxşıdır. İkincisi, hangi camiədə nəzmi tərtib olar? Amerika, Kanada, Avropa, bunlara nəzm tərtibli. Biz gedək Avropaya. Niyə gedirik? Çünki onlarda bu var. Düzən var. Ondan sonra nə mənə var? Dayanışma. Deyir ki, hər kəs bu məmləkətin pasportunu tutsa, dünyanın hərasında gəlsə, dalısında durur dövləti, milləti. Dayanışma budur. Amma birdən İran gedir. Bu şey deyil. Və əxlaq. Əxlaq da mən dedim ki, də əxlaq mən eyni ədalətə tal bilirəm. Mənim özəl buna görə anlayışım var. Bunu qoymuşam da, qabaqcanda o birisi kitab oxuyanda demişəm də. Dostlar istəsələr yazılarıma, danışığıma ki, qoymuşam Telegramda, orada müraciə elərlər. Görərlər. Mənim nəzərimə əxlaq da ədalət kimi anlayışı məqtəidir və bizi, zəifləri toğlamaq üçün bir qavramdır əslində. Bu qədər görər, yəni. Ondan sonra deyir ki, bu xüsusda yenə Xuan əfəndilərin tərəfindən əskəri strateji üçün vurğulanan önəmli öncü Çin düşünüşlərindəndir. Deyir ki, bu dediyimiz sözləri ki, indi dedik, az qrup, böyük qrupa bu şəraitlə zəfər qazanar. Deyir ki, bu xüsusda, bu xüsus sözü ki, ərəbcədə onun İstanbul ləhcəsində deyişidir. Bu xüsusda yenə Xuan əfəndilərinin kitabında onların tərəfindən əskərlərin strateji
içində vurğuladıkları, yəni göstərdikləri, bəyan etdikləri bir önəmli məsələlər var ki, o bundan ibarətdir. Nədir? Deyir ki, güc yalnızca geniş bir ərazi ilə böyük nüfus topluluğu deyildir. Güc nədən ibarətdir? Diqqət buyurun, gücü məna edir. Əvvəl səlbi məna edir. Deyir ki, güc nələr deyil? Deyir ki, güc yalnızca təhcə nə deyil? Təhcə geniş bir ərazi, böyük yerin olsun. Bununla bərabər böyük nüfus topluluğu deyildir. Böyük insanların da olsun, o deyil. Bəs güc nədir? Güc nə deyil? Güc bu deyil ki, böyük yerin ola və çox adamın ola. Güc bu deyil. Bir. İkincisi nədir? Zəfər sadəcə güclü silahlarda deyildir. Zəfər ərəbcə sözdür, piruzi. Bizim qalib kəlməsini işlədirik, amma udmaq da bunu deyə bilirik. Zəfər piruzi. Hələ feylə bu kəlməni işlədik. Qalib gəlmək sadəcə güclü silahların olmasında deyil. Onun topu var, tancı var, filanı var, bunda deyil. Nədədir bəs? Bəs zəfər güc yerdə olmadı, böyük yerin kiçik böyüklüyündə olmadı, adamın çoxluğunda olmadı. Güc də silahların, güclü silahlardan, topdan, tüfəkdən, ərteşin böyüsünə, buzorg, ərteşdaran, nə qədər təyyarası var idi, tancı var idi, personeli var idi, ərteşi var idi, savaçı var idi, bunlarda deyildi. Nə deyildi bəs? İndi görək da nə mənə deyir? Deyir ki, güc güvənlik sadəcə yüksək duvarlar ya da dərin çukurlar məsələsi deyildir. Deyir ki, güvənlik, əmniyyət, ehsas-ı əmniyyət, dostlar. Əmniyyəti duyğulamaq, hiss eləmək. Mən əmniyyətim var bu camiədə. Deyir ki, bu güvənlik hissi sadəcə yüksək divarlar, indi Təbrizdə, Tehranda, orada, burada görürsünüz ki, hər evin dövrəsində 4 metr, 5 metr divar, üstünə nərdə, üstünə bərq, üstünə filan qoyurlar ki, adamlar geçməsin deyə. Qapılar zeddi, doz, giro, nə bilən, 5 dana, 6 dana cıfıl, filan, bəhman vururlar maşınların fərmanına, təyərinə, orasına, burasına. Amma deyir, bunlar o güvən ehsasını vermir. Siz İranda güvənsizliyi, əmniyyətin olmamağını hardan biləcəksiniz? Divarlar nə qədər böyükdür, belə nə qədər uca divar tikirlər, yəni belə hissə əmniyyət azdır bu camiədə. Siz Kanadaya gəlin, Amerikaya gəlin, divar yoxdur. Çünki əsası əmniyyət edir. Divar yoxdur. Mən sizə videolar götürürəm, göstərərəm. Görərsiniz ki, nə apartmanların divarı var, yəni bir məcmuədir. Məsələn, biz burada bir apartmanda oxuduruq, 900 dana ev bu apartmanlarda var, 3 dana bildingidir, 3 dana binadır, 3 binanın 900 apartmanı vardır və bizim dövrəmizdə divar yoxdur. Hər kəs gecə, gündüz eləyə bilər, gələ bura. İstəsə, amma nəyə gəlsin? Maşınların bağlanması. Dozgir deyirlər da, indi İranda bu yayılıb. Nə qədər oğurluğun qabağını almaq üçün pul xərcləyirsiniz, bu yəni bu ki, əmniyyət yoxdur. Nə qədər özünüzü sansur edirsiniz, mən bu sözü deməyim, o sözü deməyim, o sözü deməyim, bunu eləməyim, onu getməyim, bunu giyməyim, onu belə eləməyim, onu örtməyim, o cür yeriməyim, bu cür yeriməyim, bu yəni əmniyyətsizlik. İndi deyir ki, güvənlik, yəni əmniyyət hissi sadəcə yüksək duvarlarda uca divarların arxasında deyil ya da dərin çukurlar, xəndək deyir. Qədim xəndək qazardılar. Deyir, dərin çukurlarda məsələsi deyildir. Əmniyyət deyil, bunlar deyil. Nədir? Otoritə, diqqət buyurun, otoritə sadəcə kəsin əmirlər də ilə katı cəzalar deyildir. Otorite yəni qüdrət, hegemoni, güc, siyasi güc, müdiriyyət gücü. Məsələn, deyək ki, ustandar, rəhbər, rəis, cümhur, bunlar şeydirlər də, yəni üstdən desək, rəhbər, rəis, cümhur, vəzirlər, quva
başları. Yəni bunlar deyir ki, bunlar otorite bunlardadır. Güc, əsli güc, emali qüdrəti qanuni hətta desək, bu mənada desək, otorite, yəni qanuni gücü işlətmə haqqı, zoru emal eləmə haqqı sadəcə kəsin əmirlər, qəti əmirlər, vur, kəs buna deməklə deyildir. İlə qat'i yəni ağır cəzalarla mücazatlar deyildir. Otorite deyir, bu əmir verəsən ki, kəsin tutun, ya mücazat eləyəsən, bunu edam eləyin falan, bunlarla deyildir. Nədəndir? Ya bu işi görün, o işi görün deyil, bundan deyildir. Yaşaya bilən bir, görün düz yerdən davam verirəm, yoxsa, bəli, yaşaya bilən bir örgüt kura bilənlər sayıları az da olsa yaşaya bilərlər. Deyir ki, yaşaya bilən, həyatın davam verə bilən bir örgüt, təşkilat qura bilənlər, o təşkilatı qura bilənlər, adamlar ki onu qururlar, onların sayıları az da olsa yaşaya bilərlər. Deyir ki, əgər bir təşkilatı az adamlar qurarlar, amma bu yaşayan təşkilat qurarlar, yəni bir fikri ola, bir ədalətdən bir mənası ola, iqtisaddan bir mənası ola, rifahdan bir mənası ola, əxlaqdan bir düşüncəsi ola ki, cəhanşumul ola deyək beləsi, deyir, bunların az olmaqları səbəb deyil ki, onlar yaşamasınlar. Beləsi deyir, yaşaya bilən bir örgüt, o örgüt ki, eləyə bilə yaşasın, potansiyeli var yaşasın, qura bilənlər, onu, o cəmiyyəti quranlar, qura bilənlər sayıları az da olsa yaşaya bilərlər. Sayıları az da olsa yaşaya bilərlər. Oysa, deyir, o halda ki, can çəkişən, diqqət buyurun, çox mühüm cümlə, can çəkişən toplumlar böyük olsalar belə yox olurlar. Amma can çəkişən bir qüvvələr, indi bunu siz tutun, toplumlar, millət olsun, dövlət olsun, təşkilat olsun, fabrika olsun, can çəkişir. Yəni, İran indi can çəkişim dövrəsindədir. Çünki əvvələn öz içində ixtilaf vardı. Millətlər ərəb, türk, bəluç, türkəmən, qəşqai, lor, gilək, mazən, farsı qəbul eləmir. Fars da bunları qəbul eləmir. Sonra dövlətin öz içində müşkülləri var, siyasi müşkül var, iqtisadi müşkül var filan. İranın ən zəif dövrəsindən keçirik biz. Biz indi burada əgər eləyə bilsək, düz millətimizlə danışa bilsək, düz fikirlərimizi açıqlaya bilsək, biz burada zəfər qazana bilirik. Çünki deyir, can çəkişən bir İran, farslar toplumu böyük olarsa da olsun, belə yox ola bilərlər. Yox ola bilərlər, aradan gedə bilərlər. Çünki can çəkişir. Çünki bunun içində ixtilaf var. Boşluq bunun içində çoxdur. Ən böyük boşluq budur ki, heç kəs özünü İranlı bilmir. Farslar özlərin fars tanımırlar İran içində. Amma ayaqlarını qoyurlar İrandan eşiyə, hamıya deyirlər ki, yəni hətta birinə sən deyəndə İran səni təəccüb edir. Are you Persian? Sən İranlısan? İranın müadili Persian, yəni farslar bilirlər. Və hər şeyi, yemək, içmək, paltar, hər şeyi Persian, farsların adına mərif edirlər. Çünki bunlar da iki təzadlıda yaşırlar. İçlərində təzadlılar var. Özlərinin İranını bilmirlər farslar. Dostlar. Özlərinin İranını bilmirlər. Amma İran içində buna görə ki, hamını başına şirə yaxalar deyərlər, siz də bizə tay, biz də sizə tayıq. Gərək deyərlər ki, hamımız İranlıyıq. Amma niyə bəs Türkiyəyə gedəndə, niyə Avropa məmləkətlərində, Asiya məmləkətlərində, Amerikada, Kanadada, o birisi məmləkətlərdə niyə özlərin İranlı demirlər, tanıtmırlar? Və niyə Google-də və bu ensiklopediyalarda, niyə onlarda hər şey Perşiyandır, İran deyil? Hər yerdə tarixdə, hər yerdə tarix kitablarında İran sözü varsa Perşiyan tərcümə edirlər. Fars. Perşiyan yəni Fars. Perslər də, Pers. Dostlar, zahirən göstərdi ki, vaxtımız qutardı, səfəmizi də qutardıq, elə keçdik o birisi səfiyə qalsın və inşallah gələn günlərdə daha hızlı oxuyacağam. Sağ olun dostlar, təşəkkür edirəm.
Yox, düşər. Televizyonumuzu aç. Ay Şəri. Televizyonumuzu aç.